Salam değerli dostlar. Bu günlerin Nizam qəsəbəsində şəhidlər xiyabanında Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları, məqamları uca olsun. Bu günlerin dostlar Məmmədli Davud Fuadoğlu'nun 3-cü il dönümüdür. Allah onun ruhunu şad eləsin, Allah onun ailəsinə səbir versin. Biz də dostlar Azərbaycan Vətən Müharibəsi veteranlarının ictimai birliyinin sədri Füzuli Rızadiliyevin adından və həmin təşkilatın Suraxanı rayonunun şöbəsinin sədri Eldar İslamovun adından ana səbəb sağlığı veririk. Allah rəhmət eləsin. Allah sizlərə səbir versin. Həmin təşkilatın şöbəsinin hərbi eksperti Qaycı Bəxtiyar da buradadır. Allah ona razı olsun ki, hər zaman bir yerdə şəhid ailələrini ziyarət edirik. Allah bizim Ali Baş Komandası Cənab İlham Əliyevi qorusun. Allah sizləri qorusun ki, hər zaman şəhidlərimizi unutmursunuz. Şəhid qızı, Qızbət xanım da buradadır. Allah sizləri var eləsin. Belediyemizin sədri burada, sədri malımız, cəmilərimiz, əlləri can qəsəbəsinin Zaman qardaşımız buradadır, şəhid sevərlər. Allah hər birimizdən razı olsun. Allah səbir versin. Razı Bəxtiyar, bu ilgin şəhərlə də sizliyin. Allah ailəsinə biz hər zaman Qızbət xanımla uzun müddət bir yerdə olduq. Həm də bir yerdeyiz, indi bir yerdə Allah şəriflərsə bütün şəhidlərimizi ziyarət edir və onların ailələrinə başsağlığı verir. Yəni də Allah rəhmət eləsin bütün şəhidlərimizi, yerləri, məkanları uca olsun. O bayanları sözlədim, mövlud iyadəki anım günü hər gələn onun da cənnətdəki mövlududur onun. 3 illiğin tamamdır. Yəni də Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gələn ayaqlarımız da var olsun. Çox sağ olun. Minnətdarım. Bizim də Vahid Mustafayev'in oğlu Vahid Mustafayev de her zaman şəhid ailələrinin yanındadır. Çəkiliş edir və paylaşır. Allah ondan da razı olsun ailəsinə. Can sağlığı versin, özünə can sağlığı versin. Allah ailəsini qorusun. Allah razı olsun sizdən. Allah bütün dünyasını değişən qazilərimizi də rəhmət eləsin. Veteranlarımıza, qazilərimizə can sağlığı versin. Ana Allah sizə səbir versin. Sizlərə səbir versin. Biz də dostlar hər kəsdən xahiş edərdik ki, lütfen şəhid ailələrini, şəhidlərimizi tinç qoymayaq, unutmayaq, unutturmayaq. Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin. Çox sağ olun. Adı qardaşlar olasın, minnətdarım. Allah bizdən razı olsun.